Kəlbəcərdə ölümlə nəticələnən yol qəzası baş verib. Bugün səhər saatlarında Kəlbəcər rayonunun Qamışlı kəndində yük avtomobili idarəetmənin itirməsi nəticəsində dərəyə aşıb. Nəticədə sərnişin 64 yaşlı Gəncə şəhər sakini Məmməd Məmmədov hadisə yerində, digər sərnişin 48 yaşlı Şəmkir rayon sakini Rauf Şahnəzərov isə xəstəxanada dünyasını dəyişib. Sürücü 37 yaşlı Eldar Nadirov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, araşdırmalar davam etdirilir. Bakıda kişi su quyusunda boğulub. Hadisə Qaradağ rayonu Ələt qəsəbəsində baş verib. Qəsəbə sakini 65 yaşlı Mais Muxtaroğlu Orucov həyətindəki su quyusuna düşərək boğulub. Onun meyidi sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı Qaradağ rayon prokurorluğunda araşdırma aparılır.